Estetik cerrahiyyə sayəsində qalmaqallar davam edir. Bugünə qədər yüzlərlə qadın qeyri-peşəkar kosmetoloq və həkimlərin həyata keçirdiyi prosedurların qurbanı olub. Onlardan biri də Nərmin İsmayılovadır. Xanım iddia edir ki, burun dolğusu proseduru üçün estetik kosmetoloq Rəna Sultanovaya müraciət edib. Lakin prosedur nəticəsində ciddi fəsadlarla üzləşib və səhhətində yaranan problemləri aradan qaldırmaq üçün uzun müddətdir ki, müalicə almalı olub. Necə deyərlər, həm canından, həm də pulundan olub. Burnuna dolğu etdirmək istəyi ona baha başa gəldi. Nərmin İsmayılova iddia edir ki, estetik müdaxilənin qurbanı olub. Ötən ilin noyabr ayında burun dolğusu üçün estetik kosmetoloq Rəna Sultanovaya müraciət edib. Prosedurdan dərhal sonra burun göyərməyə başlayıb. Lakin pasiyentə bunun normal hal olduğu bildirilib. Amma vəziyyət getdikcə daha da pisləşib. Sən gələdim, Rəna xanım ki, mən bilet almışam, xaricə uçuram. Çox təəssüf ki, mən buna baxa bilməyəcəm. Gələrsiz, qızlar yenə dolğu vurub, dolğunu ərdəcəklər. Dedim, yox. Məni, yəni həkimə etibar edin. Orada Fidan xanım var kosmetologiyada. Fidan xanım mənim burnuma bəlkə bir neçə dənə, 20 dənə iynə vurdu. Həmən o iynələrin bu dəqiqə hal-hazırda mən acısını yaşayıram. Mədəmə ziyan eləyibdi, dərimdə göbələk yaranıbdı. Nərmin İsmayılova deyir ki, dolğu prosesi zamanı burnuna vurulan gel xeyli müddət əriməyib. Bu səbəbdən 5 ay ərzində bu fəsadlarla mübarizə aparmalı olub. Bu müddətdə isə zərər çəkən necə deyərlər, həm canından, həm də pulundan olub. Burunda artıq göyərmə gedir. Göyərmə nə deməkdir? Nekroz deməkdir. Piyə dönmüşdü burnum. Onunla belə mənim burnuma baxın, salırdılar yuxarı hissədən iynəni sağa sola 2-3 dəqiqə çəkə-çəkə. Mən ona görə də şikayətçiyəm. Rəna xanım bunu sanki elə qəbul etdi ki, belə də olmalıymış. Zərər çəkən bildirir ki, bu müddətdə Rəna Sultanova bir dəfə də olsun onun səhhəti ilə maraqlanmayıb. Mövzunu araşdırmaq üçün qarşı tərəfin mövqeyini öyrənmək istədik. Lakin estetik kosmetoloq nə zəngimizə, nə də mesajımıza cavab verdi. Yeri gəlmişkən, bir neçə ay əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri Rəna Sultanovanın çalışdığı özəl tibb müəssisəsində yoxlama aparmışdı. Məlum olmuşdu ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi forma və qaydalar üzrə aparılmır. Üstəlik müəssisədə 30-dan çox əməkdaş sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyətlə məşğuldur. Aşkarlanan qanunsuzluqlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilmişdi. Ülkər Əliyeva, Nemət İskəndər, ATV Xəbər.